18-ci əsrdə Səfəvilər. Dedik ki, 18-ci əsrin 20-ci illərinə baxdığımızda əvvəlki dəstədən bilirsiniz ki, Səfəvilər Əfqanların, həmçinin Əfqanlarla bərabərində olacaq Osmanlıların və Rusların işğalı altında. Yəni, Xəzəryanı bölgələr Rusların əlində idi, Azərbaycan 90% Osmanlının əlində idi. İrandan bu tərəfə tutun, yəni Qəndahardan, İsfahan daxil olmaqla olacaqdı Əfqanların əlində və Səfəvilər ancaq müasir dövrdəki indiki Astrabad bölgəsi və bəzi İran vilayətləri istisna olmaqla qalan hamısı işğal altındadır. Bu vaxt Səfəvi hakimiyyətində ikinci Təhmasib olacaqdı 1722-dən 1733-ə kimi belə deyək də, hakimiyyətdə olur, 32-33 belə deyək də, aralığı olur. Təhmasib gəldiyi vaxtda belə deyək də, işğallar baş vermişdi. Lakin 1726-27-də Nadir xanı vəzifəyə gətirəcəkdi. Nadir xan Əfşar sülaləsinin nümayəndəsi idi. Əfşarların ən görkəmli nümayəndəsi hesab olunacaqdı Nadir xan. Və Əfşarlar o dövrdə Xorasana daha çox göndərilmişdi. Bunun səbəbi Şeybani ilə mübarizədə Əfşarların zərbə qüvvəsini istifadə etməkdir. Ümumiyyətlə Əfşarlar Səfəvi dövlətinin yaranmasına iştirak edən ən əsas tayfalardan biri olmuşdur tarixə. Nadir xan gələn kimi birinci ordu daxilində nizam-intizamı artıraraq və mərkəzi gücləndirməyə başlayacaqdı. O başlayıb birinci Əfqanlara zərbə vurur. Bu bildiyim qədərilə dəstlikdə yoxdur, yəni il olaraq yoxdur. Ona görə də bu forma verir. 18-ci əsrin 20-ci illərində, yəni 1726-29 aralığa gedir söhbət buradan. Orada Əfqanları qovacaq. Əfqanları qovdu. Və Əfqanları qovandan sonra Qəndahar və Bəluc bölgəsini falan ələ keçirəcəkdi və burada hətta belə deyək də orduya yeni tayfalar cəlb edəcəkdi və ordunu gücləndirib bundan sonra əsas zərbə Osmanlıya vuracaq. 1730-cu ildə Osmanlı dövləti ilə yeni bir müharibəyə başlayacaq. Səfəvin Osmanlı ilə müharibəyə başlanması 1730 tarixini 1514 ilə oxşar cəhət verirsiniz. 1578-dən oxşar cəhət verirsiniz, 1603 ilə oxşar cəhət verirsiniz, 16 ilə və bir də 22 ilə oxşar cəhət verirsiniz. Yəni bəzən ola bilər, sual düşə bilər ki, 16-cı əsrin birinci yarısı ilə belə deyək də, 18-ci əsrin 30-cu ilə oxşar cəhət Səfəvi tarixində Osmanlı ilə hərbi əməliyyatdan başlanmaz. Yəni bu tipli bir oxşarlıq verə bilər və yaxud da il olaraq verə bilər, fərqi yoxdur. Yəni siz onu nəzərinizdə saxlamalısınız. 1730-da başlayacaqdı Kirmanşahı, Həmədanı və bir çox əraziləri işğaldan azad ediləcəkdi Nadir xan. Lakin qəfildən müharibəni dayandırmaq məcburiyyətində qalacaqdı. Bunun səbəbi Xorasanda qiyam qalxır və müharibəni müvəqqəti dayandırıb gedir. Amma Təhmasib özü, öz nüfuzunu, bilirsiniz də taxt kölgə qəbul eləmir. Nadir xan da o kölgə idi Təhmasib üçün və qəbul eləmədiyi üçün özü öz nüfuzunu yenidən artırmaq üçün yürüyüşə başlayacaq. 1731-ci ildə Həmədan və Kirmanşah döyüşləri baş verir. Bu döyüşlərdə Nadir xan Həmədan döyüşlərində məğlub olacaqdı və yenidən Osmanlılar Həmədan, Kirmanşah və bir çox əraziləri ələ keçirəcəkdilər və Təhmasib məcburiyyət qarşısında qalacaqdı. 1732-ci ildə Kirmanşah sülhünü imzalayacaqdı. Kirmanşah sülhünə görə Araz sayı sərhəd olur, yəni Araz sayı bütöv sərhəd olacaqdı. Osmanlılar Cənubi Azərbaycan çıxmalı idi, Şimali Azərbaycanda isə qalmalı idi. Və bu müqavilə Nadir xan etiraz edirdi, çünki Nadir xan qələbə ilə davam elədi bir savaşı, bir növ məğlubiyyətlə bitirdi Təhmasib və Nadir xan belə deyək də etiraz edəcəkdi. Nadir xan Xorasan üsyanını yatırdıqdan sonra 32-ci ildə, elə həmin ildə Kirmanşahdan sonra Ruslarla Rəşd müqaviləsi bağlayıb. Rəşd müqaviləsinə görə Kürd çayından cənubdakı olan torpaqları, yəni bu istiqamətdəki olan torpaqları Ruslar tərk edir. Rəşdi, Gilanı bölgəsini falan bu hissələri tərk edəcəkdi və bura Səfəvilər daxil olurdu. Həmçinin Rusiya tacirlərinə Səfəvi ərazisində güzəştli ticarət tarifi
Səfəvi tacirlərinə Rusiya ərazisində güzəşt ticarət tarifi veriləcəkdi, qarşılıqlı bir-biri ilə. Bir də Rusların çıxdığı ərazilərə Səfəvilər daxil olunma qarşılığında isə Osmanlıları bura buraxmayacaqlar, öhdəlik verəcək. Artıq burada Ruslar arxayınlaşmışdı, Nadirin nüfuzun güclü olması və ordunun güclənməsi üçün arxayındakı artıq Osmanlılar bura girməyəcəkdi. Ruslarla güzəşt ticarət tarifi imzalanması Səfəvilərin 1667 tarixinə oxşar cəhətdir. 1713, elə 17-ni də ora qatırsınız, oxşar cəhət olacaq. 32 Rəş müqaviləsi imzalanır və Rəş müqaviləsindən sonra gəlir Nadir xan İsfahana, yəni artıq oranı azad elədiyi üçün və 1733-də qurultay toplayıb, qurultayda təhmasib taxtdan salırlar, 3-cü Şah Abbas hakimiyyətə gələcək. 1733-1736. Tarixi mənbələrə görə, bəzi mənbələrə görə bu 7 aylıq idi, yəni Şah Abbas hakimiyyətə gələndə. Bəzən görə 5 yaşı vardı, bəzən görə 3 yaşı var idi. Yəni fərqli-fərqli belə deyək də rəqəmlər verilir. Tam şəkildə belə deyək də rəqəm yoxdur. 33-də gəlir hakimiyyətə Abbas, amma bütün hakimiyyəti təbii ki bildiyimiz kimi 7 aylıqsa hökmdarlığı elə bir şey olmaz. Nadir bunun əvəzinə dövləti idarə edəcəkdi. Özünü vəkil tutulun qəbul edir və dövləti tamamilə öz əlinə alacaq. 33-də hakimiyyəti öz əlinə alandan sonra 1-ci Kirmanşah müqaviləsini tanımadığını elan edir və Osmanlılarla müharibəyə başlayır. Osmanlılarla müharibəyə başlayır 1733-də Bağdad sülhünü imzalayır. Bağdad müqaviləsini imzalayır. Bağdad sülhünə görə son 10 il ərzində, yəni 1724-dən bu tərəfə tutulan Osmanlılar belə deyək də bütün ərazidən çıxmalıdır. Təbii ki, Osmanlılar bu ərazidən çıxmalıdır, lakin Sultan 1-ci Mahmud bu müqaviləni təsdiqləmədiyi üçün elə şərt elə sadəcə olaraq imzalanmış kimdə qalacaq. Nadir xan bundan istifadə edib 1734-də 34-cüdə Şamaxıya hücum edir. Bilirsiniz, Şamaxı cəmaatı Osmanlıya meyilli siyasət edirdi və Qazqumlu Sulxay xan var idi elə Hacı Davuddan bu tərəfə. Şamaxı ilə bir növ prinsip məsələsi vardı və Şamaxılar çox ciddi müqavimət göstərəcəkdi. Nadir xan Şamaxı şəhərini ələ keçirəcəkdi 34-cü ildə və əhalini indiki Ağsuya köçürərək orada Yeni Şamaxı adlı qəsəbəni salacaqdı. 34-də bundan sonra Şamaxı tutulduqdan sonra Gəncəni, Osmanlıların əsas dayağı olan Gəncə mühasirə alınacaqdı və Gəncə mühasirə alınanda 1735-də Rusları çağıracaqdı Gəncəyə. Nadirdən Ruslar çox qorxurdular, dəhşət dərəcə qorxurdular. Gəncə keçəcəyik. Gəncəyə çağırır və Gəncə müqaviləsi imzalanır. Gəncə müqaviləsinə görə artıq Terek çayından cənubdakı bütün torpaqlar, yəni buradan götürək, bu bölgədən olan bütün torpaqların hamısı Ruslar tamamilə çıxarılmış hesab ediləcəkdir və tələb olunacaqdır. Qarşılığında da yenə Səfəvi ərazisində Rus tacirləri bir növ belə deyək, güzəştli ticarət əlaqələr quracaqdır. Bununla bərabərində yenə də eyni qaydada əbədi dost olacağına dair söz verəcək. Bundan sonra Nadir xan Rusiya məsələsini həll etdikdən sonra Osmanlını 35-də həm Gəncə şəhərini azad eləyəcəkdi Osmanlı əlindən və 1735-ci ildə Səfəvi ilə Osmanlı arasında tarixin sonuncu döyüşü olan 3 kilsə və yaxud da 3 mədzin, yəni adı da belədir, etmədzin, fərqi yoxdur, yəni bu döyüş, İrəvan, yəni bu tipli adlar verilə bilər, fərqi yoxdur, yəni 3 kilsə İrəvanda yerləşir, yəni bu 3 adlı da çıxa bilər qabağımıza və 3 kilsə döyüşündə Səfəvilər qələbə qazanacaqdılar, Osmanlılar məğlub olacaq. 3 kilsə məğlubiyyətindən sonra Osmanlılar Bağdad sülhünü tanıyacaqdılar və Azərbaycandan tamamilə çıxarılacaqdılar. Beləliklə Nadir xanın qalibiyyətli yürüşləri nəticəsində Rusiya və Osmanlı Azərbaycan torpaqlarından çıxarılır. Osmanlıların Azərbaycan torpaqlarından çıxarılması Nadir xanı, bax Nadir xan deyirəm, Nadir xanı 1-ci Şah Abbasla oxşar cəhət eləyirsiniz, yadınızda saxlayın. Səfəviyyə ilə müharibə aparmaq, 2-ci Təhmasib, 3-cü Abbas, 1-ci Şah İsmail, 1-ci Təhmasib, 1-ci Abbas, Şah Səfi, bundan oxşar cəhət verirsiniz. Sülh müqaviləsi imzalanması isə, yəni sülh müqaviləsi imzalanması Osmanlı ilə, burada bir dənə yadınızda saxlayın. Səfəvi Osmanlı müharibələrində sülh müqaviləsi imzalanması, bir dənə İsmaili çıxırsınız, bayaq saydıqlarım.
bütün hökmdarları verirsiniz. Təhmasibin dövründə hansı müqavilə idi? Kirmanşah müqaviləsi, düzdür. 3-cü Abbasın dövründə hansı müqavilə idi? Bağdad müqaviləsi olacaqdı. Başa düşdünüz? Burada şəxsiyyətdən çox taxta oturanlar əsasdır. Taxta oturanları nəzərə alın. Və belə deyək də, Azərbaycanda Osmanlı'nın tamamilə çıxarılması, Səfəvi dövlətinin ərazi bütünlüyünü bərpa eləmək isə Nadir xandan Abbası da oxşar cəhət verə bilərsiniz. Bu da sizin 30